Gəlin birlikdə çox asan, dadlı, yumşaq pambıq kimi ballı pirojnalar hazırlayaq. Bunun üçün bizə ilk öncə yarım stəkan balı, 1 çay qaşığı soda ilə birlikdə zəif ocaq üzərində karamel rəngi alana qədər qarışdırmaq lazımdır. Sonra altını söndürüb kərə yağını əlavə edirik. Kənarda dərin qabda 4 yumurta, üzərinə şəkər tozu, nisbətən soyudulmuş kütləmizi də bura əlavə edirik. Yaxşı qarışdırıb stəkan yarım unu da içərisinə əlavə edib onu da yaxşıca açırıq. Bu cür sıx xəmir alınır və soba listində yağlı kağız üzərinə nazik təbəqə ilə tətbiq edirik. Mən bu şəkildə 3 ədəd biskvit əldə etdim və hər birini stəkanlarla kəsdim. Qıraqlardan çıxan hissələri isə blendera verdim. Kərə yağını isə Ukrayna yağından istifadə edirəm. 82% kərə yağıdır. Çox dadlı və ətirli bir yağdır. 5 kiloluq qutularda satılır. Bakuikra səhifəsindən əldə edə bilərsiniz. Kərə yağımızı qatlaşmış süd ilə çaldıqdan sonra üzərinə 2 qutu bu qaymaqdan əlavə edirəm. Bu mənim ən sevdiyim kremlərdəndir. Görün necə havalı və ləzzətli görsənir. Və keçirik mini korjiklərimizə. Layları 3-3 edirəm. Əvvəlcə kremləyib üzərinə qoz tökdüm. İkincisini də kremləyib üzərinə qoyuram. Üçüncü də belə bir variant ağlıma gəldi. Çox asan və rahatdır. Və üstünü kremləmədən yalnız qıraqlarını kremləyib ovuntuya batırırıq. Sonra isə üzərini kremləyib yenidən ovuntuya batırıb bu formada edəndə çox rahat oldu. Və salam, pirojnalarımız da hazırdır. Bu reseptdən cəmi 15 ədəd pirojna alındı. Siz də hazırlayın. Çayla həqiqətən də yeri var. Nuş olsun.